Bismillahirrahmanirrahim. Salamlayıram sizi dəyərli tamaşaçılar. Ramazan ayının 18-ci günündə. Xoş gördük sizi bir daha Ömrümüzün Baharı Ramazan adlı proqramda. Bugün həm də Əhya axşamına təsadüf edir, ilk Qədr axşamına təsadüf edir. Ümidvaram ki, bizi də öz xeyir dualarınızda unutmursunuz. Ötən dəfə biz şəhadət barəsində danışmışdıq və sözsüz ki, Ramazan ayı özü oruç tutmaqla möhkəm iradələrin yetişməsinə səbəb olur. Və bu da bais olur ki, insan daha çox mənəviyyatla üzləşsin və daha çox mənəviyyat kəsb edib əldə etsin. Cəmaata nisbətdə şəhidlərin xüsusiyyətləri barəsində qeyd edəcəkdik. Biz keçən dəfə şəhid olan şəxslərin, şəhidlərin necə ki, həyat tərzi olmalıdır, hansı tərzdə yaşamalıdırlar ki, ta ömürləri səmərəli olsun və ölümləri də bərəkətli və mübarək olsun, şəhadətlə dünyadan geçsinlər. Və mən bilirəm ki, bizi izləyən izləyicilərin çoxsu bu arzudadır, şəhadət arzusundadır. Əlbəttə, Allahdan diləyirəm ki, Allah Taala sizə uzun, bərəkətli, gözəl ömür bəxş etsin və inşallah ki, sonda da şəhadət nəsib etsin. Və biz şəhidlərin fərdi xüsusiyyətləri barəsində danışmışdıq. Bu dəfə isə cəmaata nisbətdə xüsusiyyətlərindən danışacaq. Yəni, şəhid olan şəxslərin əksəriyyəti insanlara nisbətdə nə cür yaşamışdılar, nə cür yaşamalıdırlar. Birinci budur ki, İslam ümmətinin xeyrini öz xeyrindən daha çox düşünər. Yəni, öz xeyrinə tərcih edər İslam ümmətinin xeyrini. Yəni, öz rahatçılığından, özünün ailəsinin rahatçılığından və özünün daha xeyirli, daha yaxşı yaşayış tərzindən keçər ki, İslam ümmətinin xeyrinə iş görsün. Yəni, digər insanlar əmniyyət içində yaşasınlar, digər insanlar yaxşı tərzdə yaşasınlar inşallah. Və birinci xüsusiyyəti budur. İkinci xüsusiyyəti onların agahlığı və bəsirətidir. Hər anın ehtiyacını tanısın. Yəni, ləhsə-ləhsə, hər an ehtiyacları tanısın ki, bu anın ehtiyacı nədir, bugünün ehtiyacı nədən ibarətdir və hər fürsətdə şücaətlə addım atmaqla irəli getsin. Yəni, şücaətli olsun, fürsətlərdən yaxşı istifadə edə bilsin. Sözsüz ki, zirəng insanlar məhz o şəxslərdir ki, fürsətlərdən ən doğru və düzgün şəkildə istifadə edirlər. Bəzi insanlar elə düşünür ki, zirənglik insanları məsələn aldatmaq, ən çox pul əldə etmək, nə bilim, ən yaxşı şəraitdə yaşamaq bu cür deyil. Ən zirəng insanlar məhz elə şəhid olan şəxslərdir ki, şəhidlərdir ki, bu yolu, bu həyat tərzini, Allahın onlara verdiyi həyat tərzini ən gözəl və səmərəli şəkildə yaşayırlar və örnək olaraq da dünyadan gedirlər. Bəs deməli, agahlıq, bəsirət, hər anın ehtiyacını tanımaq və bilmək və hər fürsətdən şücaətlə istifadə edib irəli getmək və addımlamaq. Üçüncü nöqtə, qürbətdən qorxmamaq. Yəni, tənhalıqdan qorxmamaq və ölümün sevərək qarşılamaq. Ölümdən qorxmamaq, belə deyək. Ola bilər ki, insanlar şəhadəti arzulasınlar, amma qəlblərində böyük qorxu olsun. Bu sözsüz ki, ona mane olar. O yüzden də şəhidlərin cəmaata nisbətdə xüsusiyyətlərindən biri budur ki, yəni insanlar tərəfindən tənha qalmaqdan qorxmasınlar, qürbətdə olmaqdan qorxmasınlar və ölümü qarşılamağı bacarsınlar, sevərək qarşılamağı bacarsınlar. Dördüncü xüsusiyyətləri budur ki, tanınmamaq və iddiasız olmaq. Yəni, onlar heç vaxt çalışmaz ki, gördükləri işləri insanlar bilsin. Həmişə biz mütaliə etdiyimiz zaman görürük ki, böyük şəxsiyyətlər dünyadan köçdükdən sonra onların xeyir işləri, onların şəxsiyyətləri tanınır. Əksəriyyəti elə məhz bizim yəni, ümmətin vəli fəqihi olan Ayətullah Xameneyi kimi həyatda ikən həmişə töhmətə, böhtana məruz qalır, həmişə düşmənin həmlələrinə məruz qalır, şəxsiyyətini çalışırlar ki, terror etsinlər və aşağılasınlar, amma sözsüz ki, Allah Taala buna icazə verməz və vermədi. Və onlar sözsüz ki, həyatda ikən heç vaxt olduqları kimi tanınmazlar. Yəni, daha az tanınarlar və iddiasız yaşayarlar həyatda. Bəzən görürsünüz ki, insanlar iddialı yaşayırlar. Mən belə, mən elə, özlərini nümayiş etdirirlər, böyük iddialar edirlər. Halbuki o sözlərinin arxasında dayanmağa gücləri və qüdrətləri də yoxdur. Amma böyük şəxslər isə
şəhid olan şəxslər, yəni şəhid kimi yaşamaq istəyən şəxslər tanınmaqdan həmişə qaçarlar. Baxmayaraq ki, Allah onları yaxşı mənada tanıtdırar həmişə insanlara və iddiasız yaşayarlar. Heç vaxt mənəmçilik etməzlər. Böyük iddialar etməzlər. Həmin o iddiaları həyat tərzlərində icra etməyə çalışarlar. Dilə gətirməzlər. Yəni iddianı yaşayış tərzlərində və əməllərində göstərərlər. Və şəhid kimi yaşayan şəxslərin düşmənlərə nisbətdə də iki böyük xüsusiyyəti var ki, bunları da istəyirəm qeyd edib mövzumu tamamlayım. Birincisi budur ki, dözümlülükləri və müqavimətləri ilə düşmənin müqabilində o qədər mübarizə apararlar ki, onları naümid edərlər və zəif salarlar. Yəni, düşmən artıq zəif düşər onun müqabilində. Yəni, şəhadət arzusunda olan şəxslər bir gün və 2 gün hansısa bir şüarlar verməklə və yaxud hansısa bir iddialar etməklə bu yolu getmirlər. Yolu getmək davamiyyətli və dözümlülüklə olur və düşmən müqabilində həmişə müqavimət göstərməklə olur ki, sonda düşmən naümid olsun. Bizim mütaliələrimiz arasında baxdığımız zaman görəcəyik ki, Ayətullah Xameneyi də məhz öz həyatında neçə dəfə bu sözü, ifadəni vurğulayıb ki, mən heç vaxt naümid olmadım. Hətta müharibənin ortasında düşmən bizə həmlə edən anda, əlimiz silahsız olan anda belə mən bir ləhzədə olsun məyus və naümid olmadım. Həmişə ümidli oldum. Bəs deməli, şəhidlərin xüsusiyyətlərindən biri budur ki, dözümlülük və müqavimət və düşmən müqabilində onları naümid edəcək həddə mübarizə göstərmək. İkinci nöqtə isə düşmən müqabilində qorxmazlıq, silahla silahsız fərqi yoxdur. Qorxmaz olmaq və düşmənin həmlələrindən, düşmənin silahlarından, düşmənin qüdrət göstərməsindən qorxmadan, işgəncələrindən, əsarətə düşməkdən qorxmadan mübarizə aparmaq məsələsidir ki, qorxmazlıq şəhidlərin düşmən müqabilində ən gözə çarpan xüsusiyyətlərindən idi. Və əgər istəyiriksə bu yolu davam etdirək, bizim şəhidlərin ağası İmam Hüseynin yolunu davam etdirək və bu günlərdə, bu gecədə məhz Həzrət Əli əleyhissalamın şəhadətə qədəm qoyduğu, zərbətləndiyi gecədir. Bu gecədə də istəyiriksə şəhidlərin ağasının ardıcan gedək, ümmətin atasının ardıcan gedək, yaşayış tərzimizə bir diqqət yetirək və düşmən müqabilində qorxmazcasına mübariz ruhiyyədə davam edək inşallah. Bugünlük sizə Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.